Bismillah. Bürclərin 26 iyuna ən şok proqnozu. 26 iyun enerjisi gözlənilməz dəyişikliklər, yeni imkanlar və vacib qərarlarla yadda qala bilər. Bəzi bürclər üçün uğur qapıları açılarkən, digərləri üçün səbir sınağı başlayır. Qoç, yeni təklif və ya xəbər ala bilərsiniz. Tələsik qərar verməyin. Buğa, maliyyə məsələlərində uğurlu gündür. Gözlənilməz qazanc ehtimalı var. Əkizlər, ünsiyyətdə diqqətli olun. Sir və ya gizli məlumat üzə çıxa bilər. Xərçəng, şəxsi həyatınızda müsbət dəyişikliklər görünür. Duyğularınıza güvənin. Şir, parlamaq vaxtıdır. İş və ya təhsildə diqqət mərkəzində olacaqsınız. Qız, yarımçıq qalan işləri tamamlamaq üçün əlverişli gündür. Sağlamlığınıza fikir verin. Tərəzi, sevgi və münasibətlər sahəsində sürprizlər mümkündür. Yeni tanışlıqlar şans gətirə bilər. Əqrəb, gərgin söhbətlərdən uzaq durun. Emosional reaksiyalar problemlər yarada bilər. Oxatan, uzaqdan gələn xəbər və ya yeni plan sizi sevindirəcək. Oğlaq, karyera ilə bağlı mühüm addım ata bilərsiniz. Fürsəti qaçırmayın. Dolça, yaradıcı ideyalarınız diqqət çəkəcək. Qəfil dəyişikliklər xeyrinizə işləyə bilər. Balıqlar, intuisiyanız güclüdür. Daxili səsinizə qulaq asın. Doğru qərar verəcəksiniz. Günün ən şanslı bürcləri Şir, Buğa, Oğlaq. Günün ən gərgin bürcləri Əqrəb, Əkizlər, Qız. Ulduzların mesajına görə 26 iyun risk edən qazanır günü ola bilər. Ancaq emosiyalarla deyil, ağılla hərəkət edənlər daha çox uğur əldə edəcəklər.